Apple kameranın inqilabı, yoxsa köhnə mahnının remixi? Apple illərdir iPhone kameralarını yeni səviyyəyə qaldırdığını deyir, amma son müqayisələr göstərir ki, adi şəraitdə bu fərq həmişə o qədər də dramatik görünmür. Marcus Brownlee'nin paylaşdığı qarşılaşdırmada köhnə və yeni iPhone modelləri gündəlik çəkilişlərdə bir-birinə düşündüyümüzdən daha yaxın nəticə verir. Adam baxıb deyir ki, yaxşı, bəs bu kino treyleri səviyyəsində təqdimatlar hara? Real fərq hara? Amma məsələ təkcə gündüz çəkilən sadə fotolardan ibarət deyil. Apple'ın rəsmi məlumatlarına görə son Pro modellərdə 5K telefoto Night Mode imkanları, 48 megapiksel ultra wide və daha inkişaf etmiş video funksiyaları var. Yəni zəif işıqda, uzaq obyektlərdə və daha çətin ssenarilərdə yeni iPhone-lar üstünlüyünü daha aydın göstərir. Əsas sual isə dəyişmir. İstifadəçinin gündəlik həyatda həqiqətən bu fərqi hiss edib etməyəcəyi. Çünki sosial şəbəkəyə yüklənən fotoda çox vaxt bu 3 il əvvəlki modeldir. Bu isə təzə flaqmandır. Demək o qədər də asan olmur. Səncə Apple doğrudan da kamera sahəsində böyük sıçrayış edir, yoxsa bizə sadəcə daha bahalı, eyni dərəcədə yaxşı təcrübə satır?